Hər il qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən yeniliklər başlayır. Hotellər yeni kampaniyalara start verir, turizm müəssisələri yeni qiymətlərlə tur paketləri satışa çıxarır. Ekspertlər proqnozlaşdırırlar ki, bu il qış turizmi əvvəlki illərlə müqayisədə daha geniş miqyasda təşkil olunacaq və xidmət səviyyəsinin yüksəldilməsi üçün xüsusi proqramlar həyata keçirilir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva açıqlamasında bildirib ki, qış mövsümündə Azərbaycanda əsas turistik istiqamətlər ənənəvi olaraq Şimal turizm koridoru üzrə Quba və Qusar, Şimal-Qərb turizm koridoru üzrə Qəbələ, İsmayıllı, Şamaxı, eləcə də Qərb və Cənub bölgələridir. Onun sözlərinə görə ümumilikdə xarici turistlər arasında MDB ölkələrindən və Yaxın Şərq regionundan olan ziyarətçilər daha çox üstünlük təşkil edirlər. Turizm üzrə ekspert Kənan Hənifəyev isə bildirib ki, qış turizminin təbliğinin gücləndirilməsi üçün xarici turistlərə təqdim olunan imkanlar daha da genişləndirilməlidir. Qış turizmi potensialın artırılması üçün ilk olaraq müəyyən infrastruktur lazımdır ki, bu da bizdə az da olsa mövcuddur. Əsasən Qusarda, Qəbələdə və Naxçıvanda yerləşən qış yay və turizm kompleksləri turistlər üçün hər zaman xidmətinə açıqdır. Sonraki mərhələ isə qış turizmin təşviqi və təbliğidir ki, əsasən xarici turistlərin gəlişini sayını artırmaqdır. Əsasən bizim təşviq və təbliğimiz yay mövsümünə əhatə etdiyinə baxmayaraq, qış mövsümündə vacib hissələrdən biridir. Bunun üçün müxtəlif qlobal festivalların təşkili, ölkə daxili yarışlar və tədbirlər edilməlidir ki, turistlərin marağına səbəb olsun. Düşünürəm ki, ölkə turizmin inkişafı müəyyən bir zaman alacaq ki, bu da əsasən turizm strategiyasına göstərilən qayğıdan asılı olacaq ki, qış mövsümündə daha səmərəli keçsin. Beləliklə, qış mövsümünə hazırlığın genişləndirilməsi, yeni kampaniyalar və təqdim olunan imkanların artırılması turizm sektorunda canlanmanı stimullaşdıracaq. Mütəxəssislər hesab edirlər ki, görülən tədbirlər həm regionlara marağı yüksəldəcək, həm də Azərbaycanın qış turizmi potensialının daha səmərəli tanınılmasına şərait yaradacaq. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.